Salam, əziz və dəyərli Uğur Mozaikası kanalının izləyiciləri. Biz sizinlə növbəti videoda Elton Hacıyev və Fərid Hüseynovun müəllif olduğu 9-cu sinif sınaqlar toplusu kitabında test 14 bir məhsullu tənliklərin həllinə baxacaq. Birinci sual. Baxın, 96 bölünsün bu ifadə. Belə düşünün, 96-nı nəyə bölsəm, ən asan üsulu deyiləm, 24 eləyər. Təbii ki, 96-nı 24-ə böləcək. Yəni 2x 48 bərabərdir 96 bölü 24. O zaman 2x 48 bərabərdir 4 tapacaq, 4 dəfə. 2x bərabərdir 8-i o tərəfə atanda toplanılır 12, x bərabərdir 6. Deməli, birinci sual düzgün cavab D variantı. İkinci sualdan davam edirik. Deyir ki, 235-dən y-i çıxıb 8-ə böldükdə 25 alınır. 8-i çarpaz vururuq. 235 çıx y 200 eləyirmi? O zaman 235-dən də 200-ə çıxanda 35 alırıq. Düzgün cavab A variantı ikinci sualda. Üçüncü sualla davam edirik. İcazənizlə. 3-də nə deyir? Deyir, z-i 4 dəfə artırıb, üzərinə 6 əlavə etdikdən sonra 3-ə bölürük və 2 alınır. Z-i 4 dəfə artırdım, üstünə 6 gəldikdən sonra ümumi nəticəni, yəni 3-ə bölürük, 2 alınır. Çarpaz vururam. Z vur 4 üstə gəl 6, 3 vur 2, 6-dır. Z vur 4 bərabər 6-nı o tərəfə atıram, 6 çıx 6, 0-dır. Deməli, z-in özü 0 olub. Düzgün cavab C variantı olmaqdadır. Dördüncü sualla davam edirik. Cəmi 180 olan 2 ədəddən biri o birindən 14 dəfə böyükdür. Deməli, birinci ədəd x-dir, ikinci ədəd isə 14x-dir. X üstə gəl 14x isə 180 verib. 15x bərabərdir 180-ə, 180-i 15-ə böləndə eləyir 12. Deməli, birinci ədəd 12-dir, o biri də 180-dən 12 çıxacaq, 168. Bu ədədlərdən böyüyünü soruşduğuna görə cavab 168-dir. Beşinci sualdan davam edirik. Baxın, biz bilirik ki, kvadrat tənlik ax kvadratı üstə gəl bx üstə gəl c bərabərdir 0-dır. A-nı 2 veribsə yerinə 2 yazıram. B-ni 0 veribsə artıq 0 vur x yoxdur. C-ni mənfi 3 veribsə çıx 3 bərabərdir 0. Deməli, bu kvadrat tənlik C variantında verilmişdir. 6-cı sualdan davam edirik. Deyir, m-in hansı qiymətində 2 ədədi köklərindən biridir. Yəni, x1 məsələn 2-dir. 2-dən kökü var axı. O zaman gətirib yerinə qoyuram. X kvadratı, yəni 2-nin kvadratı 4, çıx 3 vur 2, üstə gələyim, bərabərdir 0. 2-ni 4-ə, 8 çıx 6, üstə gələyim 0-dır. 2 üstə gələyim 0-dır. 2-ni də o tərəf atanda m bərabərdir, mənfi 2. Bizdən m-i soruşduğuna görə elə cavab Y variantıdır. Yox, digər kökü soruşsaydı, mənfi 2-ni gətirib burada yerinə qoyub, hər tərəfli 2-yə bölüb V7-dən də tapa bilərsiniz, ya da diskriminantla yaza bilərsiniz. 7-ci sualdan davam edirik. Tənliyin kökləri cəmi. Baxın, hasil 0-a bərabərdirsə, deməli, hər bir dənəsi 0 olsa cavab doğrudur. Ona görə hasillər, vurublar ayrı-ayrılıqda, hasil təşkil edən vurublar ayrı-ayrılıqda 0-a bərabər olur. X buradan olur 2, 3-ü o tərəf atanda mənfi 3. İndi köklər cəmi soruşduğuna görə mənfi 3 ilə 2-ni toplayırıq, mənfi 1. Deməli, bizim axtardığımız köklər cəmi mənfi 1 imiş. 8-ci suala baxırıq. Tənliqi ilə eyni güclüdür. Eyni güclü, yəni x-in cavabı eynidir, həll eynidir. Bu 0-a bərabərdirsə, 8-ci sualda 3x kvadrat bərabərdir mənfi 9, bu tərəf atırıq. 3-ə böləndə də mənfi 3. Kvadrat həqiqi ədədlər çoxluğu biz keçirik də. Kvadrat heç vaxt mənfi 3 ola bilməz. Boş çoxluqdur. Aydındırmı? Müsbətdir. A variantını həll edirəm. X kvadratı 10-dursa, x buradan çıxacaq plus minus kök altı 10. A variantının həlli var. Eyni güclü deyil. Deməli, A deyil. B variantını həll edirəm. X kubu çıx, x-i çarpaz vurdum 0, x kubu müsbət 1, x də oldu 1. Onsuz da 0-dan fərqlidir da. Deməli, B variantının da həlli var.
C variantına keçid edirəm. X kvadratı üstəgəl x sıfırdırsa, x-i çölə atıram. X üstəgəl 1 sıfırdır. Hasil sıfırdırsa, x-i bir dəfə sıfır tapıram. Bir dəfə də bu cəmi sıfır edəndə mənfi 1 tapıram. Hər halda 2 dənə kök tapdım. Bizə lazımdır ki, cavab olmasın, boş çoxluq olsun. Y variantında həll edeyim. D-yə sonra keçim icazənizlə. Y variantında x üstəgəl 1, x kvadratı üstəgəl 1 sıfırdır. Hasil sıfırdırsa, bir dəfə bunu sıfıra bərabər edirəm, x mənfi 1. Bir dəfə bunu sıfıra bərabər edirəm, x kvadratı mənfi 1. Bunun boş çoxluq olsa da, bu mənfi 1-i yerinə qoyanda ödəyir axı. Ona görə y də deyil. Burada düzgün cavab D variantı olacaq. Niyə? Niyə? Baxın, modulda x çıx 1 üstəgəl x kvadratını 0 verib bizə. O zaman modulda x kvadratı, bunu bu tərəfə atdığımız zaman bu eləyəcək mənfi x kvadratı. Baxın, moduldan da cavab olaraq müsbət ədəd çıxır. X kvadratından da. Sən bunu mənfi qoyanda bura mənfi olur. Yəni modulun cavabı mənfi ola bilməz. Bu o zaman ola bilər ki, 0, 0 olsun. Sən x-a 0 verəndə bura mənfi 1 olur. Yəni müsbət 1 0 bərabər səhvdir. Sən buranı 0 eləmək üçün bura 1 verəndə 1 çıx 1 0, bu da bərabər olur 1 vermirsən axı mənfi 1-ə. Yenə də səhvdir. Yəni hardan baxsan, burada cavab boş çoxluqdur. Yəni burada da biz cavab boş çoxluq almışdıq misalın həllində. Demişdik ki, x kvadratı mənfi 3 ola bilməz. Fikir verirsiniz burada. Ona görə D variantı burada doğru cavabdır. 8-ə baxdıqsa 9-cu sualdan davam edirik. Bu tipli misallarda birinci işimiz vurub açmaqdır. Çünki biz AX bərabərdir B şəklinə gətirməliyik. Sonsuz sayda həll üçün x-in əmsalını da cavabı da 0 götürməliyik. 0-ı nəyə vursan 0 eləyəcək də o baxımdan. X yəni hər şey ola bilər. 0 vur x bərabərdir 0 alınmalıdır. O baxımdan vurub açıram. 4 çıxılsın. Mənfi 3-ü x-a vurdum, çıx 3x. Mənfi 3-ü a-ya vurdum, çıx 3a. 5 üstəgəl 2-ni b-yə vurdum, 2bx, 2-ni 1-ə vurdum, üstəgəl 2. X-lar bir tərəfə yığılmalıdır. Bax, atıram bu tərəfə. Mənfi 3x, çıx 2bx. 5-dən 2, 7-dir. 4-ü o tərəfə atıram, çıx 4. 3a-nı o tərəfə atıram, üstəgəl 3a. Buradan mənfi x-i çıxardıram çölə. Ya da müsbət x-i çıxardıram çölə. Mənfi 3 çıxılsın 2b qaldı mı? Burada da olacaq 3 üstəgəl 3a. İndi biz dedik ki, x-in əmsalı da 0 olmalıdır. Burada 0 olmalıdır. Onda mənfi 3b çıx 2b-ni 0-a bərabər edirəm. Bu tərəf atanda mənfi 3 bərabərdir 2b-yə. B bərabərdir mənfi 3-ü böldüm 2-yə. Yəni mənfi 1,5. 3 üstəgəl 3a-nı da 0 eləyəndə 3a bərabərdir mənfi 3-ə, a da bərabərdir mənfi 1-ə. Deməli, a mənfi 1 eləməlidir, b mənfi 1,5. Bu da bizim üçün təbii ki, eləyəcək D variantı. Ümumi mexanizmi unutmayaq, qaydada nədir? 10-cu suala baxırıq. 10-cu sual. Hansı sualı sürətli deyirəmsə, geri videonu çevirib yenidən izaha baxa bilərsiniz. Baxın, tənliyin kökləri sayılır. Birincisi, məxrəc sıfırdan fərqli olmalıdır. Məxrəc fərqlidir 0, yəni x fərqlidir mənfi 4 olmalıdır. Mənfi 4 alsam atmalıyam. Bir kəsir 0-a bərabərdirsə, sürət 0 olmalıdır. Çünki bunu çarpaz vuracağım, 0-dan fərqli bir ədəd. 0-ı nəyə vuramsa 0. X-i mötərizə xaricinə atanda bu şəkildə alıram. Hasil 0-dırsa, bir dəfə bu vuruğu 0 eləyəcəm, bir dəfə digər vuruğu 0 eləyəcəm. Bu eləyəcək 4. Deməli, x bərabərdir 0, x bərabərdir 4. Neçə dənə var? 2 dənə. Bizə köklər sayını soruşur. 11-ci sual. Perimetri 28 olan düzbucaqlının uzunluğu enindən 6 cm-dir. Eninə x desəm, uzunluğu 6-dır. Perimetri də verib 28. Perimetrin düsturu 2 vurulsun a üstəgəl b-dir. 2 vurulsun x üstəgəl 6 bərabərdir 28-ə. Vur 2 olduğuna görə uşaqlar, biz 2-yə böləcək. Yəni 28-i 2-yə 14. Burada da 2x üstəgəl 6. 2x bərabərdir bu tərəfə atanda çıxılır 8. X bərabərdir 4.
Deməli, düzbucaqlının eni 4 imiş, o da 6 cm 10 imiş. Sahə soruşanda sahə AB-dirmi? Yəni 4-ü vuracaq 10-a, eləyəcək 40. Deməli, 11-ci sualda düzgün cavab A variantıdır. 12-ci sual şifahidir. Modul tənliyi heç vaxt mənfiyə bərabər ola bilməz. Ya sıfıra bərabər olacaq, ya da müsbət ədədə bərabər olacaq. Heç vaxt mənfi 1, mənfi 5, mənfi nəyəsə bərabər ola bilməz. 13-cü sualla davam edirik. Baxın, 4x kvadratı üstə gəl 15x bərabərdir 0-la. Hər zaman birinci işimiz bu tipli misallar, yəni C yoxdursa, x-i çölə atmaqdır. 4x üstə gəl 15 bərabərdir 0. Burada indi ortaq vuruq varsa onu da ata bilərdik. Hasil 0-dırsa, deməli vuruqlardan biri 0-dır, x 0. Bir dəfə də digərini 0 eləyəcəm. 4x bərabərdir 15, mənfi 15. X də bərabərdir mənfi 15 bölünsün 4. Bu da eləyəcək mənfi 3,75. Düzgün cavab D variantı edəcəkdir. 14-cü sualına davam edirik. Baxın, buradan x kvadratın çölə çıxardıram. Qalır x çıxılsın 3. Buradan da 3-ü çıxardıram çölə. Burada da qalır x çıxılsın 3 bərabərdə 0. X çıx 3 ortaqdır çıxardıram. Qalır x kvadratı üstə gəl 3 bərabərdir 0. Hasil ayrı-ayrılıqda 0 olmalıdır. Bu tərəfin əhəmiyyəti yoxdur. Çünki x kvadratı mənfi 3 ola bilməz. Bu sıfırdan fərqli bir şeydir. Deməli, bir dənə cavab burada alınır. X də bərabərdir 3. Yalnız və yalnız x-in yerinə 3 qoyduqda həmin ifadənin cavabı 0 alınır. 15-ci suala baxırıq. 15-ci sualda cavablarda biraz fərqlilik var. Gəlin diqqətlə baxaq. İndi izah edəcəm. Baxın, V teoreminə görə köklər hasili mənfi 14-dür, sərbəstdir. Köklər cəmi isə buradakının əksidir. Yəni nədir? Müsbət 7. Bunu yadımızda saxladıq. İndi ortaq məxrəc tapanda x1 vurulsun x2, ortaq məxrəc tapanda biz nə edirik? Bunu çarpaz vururuq bura. Yəni x1 1-ə vurulur, x1-i x1-ə vurdum, x1 kvadratı. x2 də çarpaz bu tərəfə vurur. x2-ni 1-ə vurdum, x2, x2-ni də x2, x2 kvadratı. x1 vur, x2 qalır. Burada bunları yanaşı yazıram. x1 üstə gəl x2-ni. Kvadratları da 1 yanaşı yazıram. İndi davam edirəm. İndidən qoymuram. Daha rahat olsun deyə birbaşa yazarıq. Bu hissə məlum. Bu ikisinin cavabı var. Sürət məxrəcin. Kvadratlar cəminin də bu çöldə kvadrat deyil. x2-nin kvadratıdır. Kvadratlar cəmi isə x1 üstə gəl x2-nin kvadratı çıxılsın 2 dənə x1, x2 yazırdıq. Baxın bu şəkildə. A kvadrat üstə gəl B kvadratının müxtəsər açılışı. Biz köklər hasilini mənfi 14 tapdıq. Yəni yerinə mənfi 14 yazırıq. Köklər cəmini isə V-yə görə müsbət 7 tapmışdıq. Yəni cəmin də yerinə 7 yazırıq. Cəmin yerinə 7 yazırıq. Bunun da yerinə mənfi 14 yazırıq. Hasilin yerinə. Bərabərdir. Mənfi 14. 7 üstə gəl. Burada isə 49 çıxa dəyəndə üstə gəl 28 olur. Baxın. Bərabərdir. 56, 28, 84-ü mənfi 14-ə vuranda mənfi 6. Yəni bunun cavabı mənfi 6-dır. Amma cavablarda 4 olaraq verilib. Yəqin ki bir texniki səhv olub. Mexaniki bir səhv gedib. Bu şəkildə hər hansı bir yanlışlıq da olsa şərhlər bölməsində bildirə bilərsiniz. Özünüzdən müğayət olun. Kanala mütləq dəstək olun. Abunə olun. Allah amanında növbəti videolarda görüşənə qədər.